Dövlət başçısının tapşırığına əsasən avtomobil yollarının beynəlxalq tələblərə cavab verməsi və ekoloji mühitin sağlamlaşdırılması üçün Nəqliyyat Nazirliyi Azəryol Servis Açıq Səhmdar Cəmiyyəti görülən tədbirləri davam etdirir. Ölkə başçısının tapşırığına əsasən Bakı şəhərində nəqliyyatın intensiv piyadaların təhlükəsiz hərəkəti üçün Nəqliyyat Nazirliyi Azəryol Servis Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir. Bu tədbirlər hesabına 2015-ci ilin əvvəlindən indiyədək 40-dan artıq küçə və prospekti yenidən qurulub. Bu günlərdə isə Səttar Bəhluzadə küçəsində əsaslı təmir işləri başa çatdırılıb. Uzun müddət təmir olunmadığı üçün yolun hərəkət hissəsi yararsız vəziyyətə düşmüşdü. Ona görə də nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə ümumi uzunluğu 1200 metrə yaxın olan küçə yenidən qurulub. Bu hissədə deməli köhnə asfalt beton örtüyü tam olaraq yeni asfalt beton örtüyü ilə əvəzlənib. Bura təmir tikinti işləri zamanı 30-adək texnika cəlb olunmuşdu, müxtəlif yol texnikası və qısa müddət ərzində tam müasir səviyyədə təmir olunaraq sürücülərin, vətəndaşların ixtiyarına verilib. Bundan əvvəl qeyd etdiyim ki, Səttar Bəhluzadə küçəsinin Ağasadıq Gəraybəli Atatürk prospekti arasında yerləşən hissəsi təmir olunmuşdur. Təmir tikinti işləri zamanı sözü gedən ərazinin köhnə asfalt beton örtüyü qaşınaraq ərazidən daşınılıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burada 2 qat olmaqla təqribən 6500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyü döşənib. İstəyir maşın sürürdün, istəyir piyada, hamısı cığ, palçıq, indi gözəldir. Təşəkkür edirəm dövlət başçısı prezidentimizə. Yollarımız gözəl asfalt salınır, çox qəşəng şəraitlər yaranır. Dövlət başçımıza, prezidentimizə təşəkkür edirik. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Yol tikintisi ilə yanaşı ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi də Nəqliyyat Nazirliyi Azəryol Servis Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Bu məqsədlə Bakı dairəvi bir avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Aksiyada Azəryol Servis Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Salih Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. 200-dən çox insanın və 10 maşın mexanizmin cəlb edildiyi aksiyada bir neçə kilometr ərazidə yeni yaşıllıq zolağı salınıb. Keçirilən tədbirlər zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və tinklər əkilib. Ağacların davamlı suvarılması üçün əraziyə su xətləri də çəkilib. Ümumilikdə 2015-ci ilin yanvar-noyabr aylarında Azəryol Servis Açıq Səhmdar Cəmiyyətinin yerli strukturları tərəfindən 74630 ədəd ağac əkilib. İlin sonunadək daha 26000 ağac əkilməsi planlaşdırılır. Təkcə bu ilin son ayları ərzində Bakı şəhərinin avtomobil yollarının mühafizəsi və ayrıcı zolaqlarına 11000 ədəd kol bitkisi, 6000 ədəd gül kolu və 12000 kvadrat metr qazon əkilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1.092.300 ədəd ağac və gül koluna qulluq göstərilir. Surxayat Akişev, Elçin Tağıyev, Dilarə Səlim, xəbərlər. Ölkəmizdə sosial və infrastruktur layihələri uğurla həyata keçirilir. Layihələrin bəziləri dünya Azərbaycanlıların həmrəyliyi günü və yeni il ərəfəsində